Amerika Birləşmiş Ştatlarının New Jersey ştatında hüquq mühafizə orqanları musiqi mağazasına daxil olaraq gitaraları sındıran və ətrafda xaos yaradan meymunu saxlayıblar. Mağaza rəhbərliyinin bildirdiyinə görə Mərkəzi və Cənubi Amerikaya məxsus darçın rəngli Kapusun cinsindən olan meymun bazar günü Morristown şəhərində yerləşən ticarət mərkəzindəki musiqi mağazasına girərək oradakı gitaralara ciddi ziyan vurub. Nəşrin məlumatına əsasən yanvarın 4-də səhər tezdən müşahidə kameraları vasitəsilə hadisəni görən mağaza sahibləri dərhal polisə müraciət ediblər. Təhlükəsizlik əməkdaşları uzun müddət ərzində pusqu qurublar. Meymunu yalnız axşam saatlarında tutmaq mümkün olub. İlkin ehtimallara görə meymun Alabama ştatında yerləşən fermalardan birindən oğurlanıb və sonradan qaçmağa müvəffəq olub. ABŞ Kənd Təsərrüfat Nazirliyi heyvanın tapılması və saxlanılması barədə onun sahibini məlumatlandırıb.